belə bir suala. 4 qram kalsium üzərinə 4 qram kükürt əlavə edilib. Neçə qram kalsium sulfid əmələ gəlib? Hansından artıq qalıb? Neçə qram artıq qalıb? Gəlin birlikdə baxaq. 4 qram kalsium, kalsiumun aşağısında öz qramını qeyd edirik. Kalsium 40 qramdır. Kükürt 4 qram, öz qramı, yəni AR, nisbi atom kütləsi 32 qram. Baxırıq, hansı azdır, necə tapacağıq onu? 4-ü 40-a bölürük, 4-ü 32-yə bölürük. Hansının rəqəmi balacadırsa, azdısa onun yanında hesablama aparırıq. Biz bilirik ki, məxrəci böyük olan daha balacadır. Deməli, hesablamanı kalsiuma görə aparmalıyıq. Burada yəni məqsəd onu tapmaqdır ki, hansı azdır. Kalsium azsa hesablama aza görə aparılacaq, kalsiuma görə aparılacaq. 40 qram kalsiumda nə qədər kalsium sulfid əmələ gəlir? Deməli, 72 də bunun emiri. 40 qramdan 72 qram əmələ gəlir. Verilən 4 qramda isə nə qədər alınacaq? Su. Buna görə də tənasüblə həll edirik, tapırıq ki, 7,2 qram.